Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə Masazır qəsəbəsində 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq evimizin 2-ci mərtəbəsindən. Bura bizdə qonaq otaqdır. Tam təmir, pərdəsinə qədər, lüstrünə qədər var. Tam qurulu ev. Al bir maddə xərci qoyma yaşa. Evimizin hamamla ayaq yolsu, bütün aksesuarları var. Qaz, su, işıq problemsizdir. Burada birinci yataq otağıdır. Burada da lüstr pərdəsi hamısı var. Evimiz kombi sistemi ilə qızdırılır. Hazır kombisi var. Bu da ki üçüncü otaq. Evimizin mətbəxi. Belə bir mətbəx mebeli yığılıb. Tam qoşadaşdır. Bir və ikinci mərtəbə arası beton monolit. Özdə istipoldur. Bura hamısı istipoldur. Şimdi həyətə çıxaq. Çıxdıq evimizin çölündən. Düşük aşağıya. Bu bizim evimiz. Həyəti üstü navesdir. Kombi sistemindən qızdırılır. Burada kombinin aparatıdır. Burada garajdır. İndi çöldən də göstərəcəm sizə. Burada garajdır. Belə bir garajdır. Həyətə girəndən sonra burada da belə bir yardımçı otağı var. Necə istəsəz evdə istifadə edə bilərsiniz. Bütün bura beton stəşqa, həm də ki istipoldur. Bu otaqdan da garaja çıxış var. Çıxan da sizə bir də evin çöldən də göstərim. Masazır qəsəbəsində 569 marşrut yoluna 100 metr aralı. Bu da bizim həmin o evimiz. Kupça tam əldə, aşağı yuxarılı 90 kvadratdır, qiymət 78.000 manat.